Dünyanın ən qorxunc sözü ölüm fabriki. Milyonlarla insanın məhv edildiyi fabrik. Qadınların uzun qara saçları dibindən kəsilir, qızıl dişləri çıxarılır və soyundurularaq paltarları çeşidlənirdi. Daha sonra cəsədləri ölüm fabrikinin xüsusi sobalarında yandırılırdı. Almanya Holocaust qətliamı. Milyonlarla insanın sadəcə kimliyinə görə ölümə göndərildiyi bir cəhənnəm. 1933-cü ildə Almaniyada hakimiyyətə gələn Adolf Hitler nifrəti dövlət siyasətinə çevirdi. Nasist ideologiyası insanları alik və yararsız insanlar olaraq ayırdı. Yəhudilər isə düşmən elan edildi. Tarixdə bəzi iddialar dolaşırdı. Güya Hitlerin anasının ölümündə bir Yəhudi həkimin rolu olmuşdu. Başqa nəzəriyyələrdə isə deyilirdi ki, Birinci Dünya müharibəsindən sonra Almaniyanın iqtisadi çöküşünə görə Hitler Yəhudiləri günahlandırırdı. Nasist təbliğatı üçün Alman xalqına bir düşmən lazım idi və o düşmən kimi Yəhudilər göstərildi. 1938-ci il Sınıq küçələr gecəsi. Almaniya küçələrində digər etnik xalqların evlərinin pəncərələri sındırılırdı. O gecə küçələrdə şüşələrin səsi eşidilirdi. Müharibə başladıktan sonra Yəhudilər gettolara yığıldı. Sonra isə vaqonlara dolduruldu. Gedilən yerin adı məlum idi. Ölüm düşərgəsi. Bunlar sadəcə düşərgə deyildi. Bunlar insan öldürmək üçün qurulmuş fabriklər idi. Qatar dayanırdı. Qapılar açılırdı. İnsanlar iki yerə ayrılırdı. İşləyə bilənlər və dərhal öləcək olanlar. Qocalar, uşaqlar, xəstələr. Onları güya ki yumaq üçün xüsusi tikilmiş hamama salıb ağızlarını bərk-bərk bağlayırdılar və həmin otağa zəhərli qaz, Ziklon B qazı buraxılırdı. Öncə tükürpülən dəhşətli bir haray aləmi bürüyürdü. Bir neçə dəqiqə sonra içəridən səs kəsilirdi. Daha sonra cəsədlər danışırdı. Saçlar kəsilir, qızıl dişlər çıxarılır, paltarlar ayrılır. Cəsədlər yandırılaraq tüstü və buxara çevrilirdi. Nasist həkimi isə insanlıq anlayışını tamamilə məhv edən təcrübələr aparırdı. Əkiz uşaqlar üzərində sınaqlar, narkozsuz əməliyyatlar, dəhşətli tibbi eksperimentlər və s. Bəzi uşaqlar laboratoriyada ölürdü. 1945-ci ildə müttəfiq ordular düşərgələrə daxil olanda dünya dəhşətə gəldi. Skeletə dönmüş insanlar, yandırılmış cəsədlər, qaz kameraları. İnsanlıq ilk dəfə öz qaranlıq üzünü bu qədər açıq görürdü. Tarixçilərin hesablamalarına görə təxminən 6 milyon Yəhudi öldürülmüşdü. Amma qurbanlar təkcə onlar deyildi. Əlillər, siyasi məhbuslar, Sovet əsirləri, homoseksuallar və s. Milyonlarla insan nifrətin qurbanına çevrildi. Holocaust bizə bir şeyi sübut etdi. İnsanlıq susanda, nifrət qanuna çevriləndə və qorxu vicdanı məğlub edəndə dünya cəhənnəmə çevrilə bilər. Bəlkə də Holocaustun ən qorxulu tərəfi milyonlarla insanın ölməsi deyil, ən qorxulu tərəfi insanlığın ölməsi idi. Və tarix hələ də bizə pıçıldayır. Qara pərdələr.